Hər vaxtınız xeyirli, uğurlu olsun. Keçən həftə mənim bu akkaunt YouTube səhifəmin açmağının bir ayı tamam oldu və tam bir ayın tamamda mən 1000 izləyici yığa bildim. Buna görə də sizə ayrı təşəkkürümü bildirirəm ki, məni izləyirsiniz, like qoyursunuz və abunə olmağı unutmursunuz. Və bugünkü vlogda biraz özümdən və ailəmdən sizə danışmaq istəyirəm. 44 yaşım var, ailəliyəm, 3 övladım var, 2 qız, 1 oğlan. Qızlarım tələbədir, böyük qızım 2-ci kurs tələbəsidir, Pedaqoji Universitetdə. İkinci qızım Rəssamlıq Akademiyanın kollecində 1-ci kurs tələbəsidir. Oğlum da hələ məktəbdə oxuyur, 10-cu sinifdə. Demək olar ki, 18-19 yaşından mən işləyirəm. Kolleci qutarandan sonra öz sahəmdə işləməyə başladım. Tibb bacısıyam, indi özəl xəstəxanaların birində çalışıram. Mən öz işimi çox sevirəm və heç vaxt heç bir başqa işə dəyişmərəm. Ev işlərindənsə ən sevdiyim iş yemək bişirməkdir. Çox xoşlayıram yemək bişirməyi, nəsə reseptləri dəyişməyi, özümdən nəsə təzə bir şeylər tapıb bişirməyi. Qonaq qarşılamağı da çox xoşlayıram. Ümumiyyətlə uşaqlıqdan böyük ailədə böyümüşəm. Çoxlu qonaqlı, qohum-əqrəbə olan ailədə böyümüşəm. Ona görə evimizdə həmişə demək olar ki, bəlkə həftənin 3 günü həmişə qonaq olub. Ona görə belə mühitdə böyüdüyümə görə mən qonaq qarşılamağı, yemək bişirməyi, süfrə açmağı çox xoşlayıram. Keçən həftədə ad günü olmalıydı, amma işdə olduğumdan demişdim ki, heç bir ad günü mən eləməyəcəm və hamıya demişdim ki, bizə gəlmək lazım deyil. Telefondan təbrik eləsəz bəs eləyər. Amma mən deməyimdə oldum, onlar da gəlməklərində. Səhər zəng elədilər ki, anam, bacım və qardaşım ailəsi ki, biz sizə gəlirik. Heç nə lazım deyil, bir stəkan çay içib gedəcəyik. O da ki, özü başa düşürsünüz, bir stəkan çayla heç nə alınmır. Uşaqlarımın köməyi ilə çalışdıq ki, nəsə tez bazar hazırlayaq. Çatdırdığımız oldu bir salat, toyuq duxovkada, yarpaq dolması və buğlama. Turşular və təzə pomidor, xiyar, göyərtilər də öz yerində. Buğlamanın və paytaxt salatının reseptini də qısa videolarda bölüşmüşəm. Qonaqlarım çox olmasa da ən yaxın adamlarımdır və 3 ailə bir yerə birləşəndə ən azı 20 nəfər adam olur. Keçirmək istəmədiyim ad günü, amma çox yaxşı keçdi. Yaxınlarımla, doğmalarımla bir yerdə çox yaxşı bir axşam keçirdik. Videoda gördüyünüz kimi aşda dəmləmişdim, yadımdan çıxdı deməyə. Bu yarpaq dolması, bu da çox dadlı bir buğlama. Bunlar da mənim ən balaca və ən sevimli qonaqlarım. Bacımın və qardaşımın uşaqları. Uşaqların ən sevimli momenti nə vaxt biz tortu üfürəcəyik. Mənlə bir arzu tutub şamları üfürdülər. Ad günü də belə keçdi və sabahsı gün uşaqlarla piknikə getmək istəyirdik. Düşdüm qızımla marketə. Piknik üçün nə alacaq baxmağa. Amma bir market açılıb yanımızda, ora girdim və
mənim sevimli ədviyyatlarım. Hərəsindən biraz aldım. Sizə ayrı qısa video hazırlayacağam. Mən ədviyyatları necə hazırlayıram, nəyi ilə qarışdırıram. Maraqlı olsa baxa bilərsiniz. Burada hər şey var idi. Çay, quru meyvələr, ədviyyatlar, ürəyi nə istəyir tapmaq olardı. Və bunları piçenyelər almışıq piknik üçün və biraz da buterbrodlar hazırladıq sosiska ilə. Termoslarda çay götürdük və düşdük yola. Çox uzağa getmirdik, yaxınlıqda olan Gənclər Parka getdik. Bugün bazar günü olduğundan çox adam var idi. Biz biraz sakit yer axtardıq. Parkın lap başına qalxdıq. Oradan mənzərəsi də çox gözəl idi və sakitçilik idi. Adam da az idi. Çox gözəl vaxt keçirdik. Uşaqlar oynadılar da, çay da içdilər, gəzdilər də və özünüz bilirsiniz ki, uşaqlarla təmiz havaya çıxdın, mütləq acıyacaqlar və bizim hazırladığımız buterbrodlar da lap yerinə düşdü. Я это не буду озвучить, я вот так выложу. Русалка! Стань как русалка! А ты что, у нас русалка? Ты какой-то русал. Русалка! Давай. Давай. Имею. Он не открывается? Первана вчера пришла и говорит, там так хорошо, говорит, там так много змей. Так и говорила? Давай я открою печеньку. Давай я открою. Это этот дюрмякер. Разгрызи. Надо с ними открываем. Распаковка. Все. Вот это только. Что такое? Əgər videolarımızı bəyənirsinizsə, kanalımıza abunə olmağı və like qoymağı unutmursunuz. Sağ olun.